Kim iştirak eləmir dərsinizdə? Mənim əldən başqa hamı iştirak edir. Əyləşin. Uşaqlar, bugün Azərbaycan dili dərsimizdən, 6-5 sinifində Azərbaycan dili dərsindən açıq dərsimizdir. Hər birinizi gələn qonaqlarımızda salamlayıram. Dərsə keçməmişdən uşaqlar, gəlin əvvəlki dərslərimizi təkrar edək və növbəti dərsimizə keçək. Uşaqlar, kim deyər? Sadə söz nədir? De görüm Səlim. Mənim sadə söz əsasən bir söz və bir qrammatik şəkildən ibarətdir. Məsələn? Məsələn, kitab və yaxud da dəftər. Əyləş. Yaxşı uşaqlar, düzəltmə söz nədir? Kim deyər? Düzəltmə sözə nümunə deyər? De görüm Allah verdir. Düzəltmə söz leksikasını artırır. Artırmaqla düzəlir. Artırmaqla düzəlir. Məsələn, mənim balıq, balıqçı. Deməli, orada leksik şəkilçası oldu? Ç. Əyləş. Yaxşı, sonra uşaqlar kim deyər? Mürəkkəb söz nədir? Mürəkkəb sözə kim nümunə deyər? De görüm Niyazım. İki sözün birləşməsində yaranır. Mən defislə və bitişik yazır. Məsələn, tez-tez, mən qızılgöl. Yaxşı, əyləş. Yaxşı uşaqlar, kim deyər? Söz birləşməsi nədir? De görüm Tanrı verdi. Söz birləşməsi iki sözün birləşməsində yaranan sözdür. Məsələn, mənim evin qapısı, mənim otağın mənim üçüncü. Düzdür, əyləş. Yaxşı uşaqlar, bizim bugünkü dərsimizə... Deməli, uşaqlar, bizim bugünkü dərsimiz Azərbaycan dilinə mürəkkəb adlardır. Bizim standartımız, yəni dərsin sonunda biz hansı məqsədə çatmalıyıq, bunu əvvəlcədən bilmək lazımdır. Bizim məqsədimiz dərsimizin sonunda şəxs, yer bildirən mürəkkəb adların böyük hərflə, yazılış qaydalarla əməl etmək, yəni bu məqsədə nail olacaq. Bunun üçün gəl biz indi birinci motivasiya mərhələmizə baxaq. Motivasiya, uşaqlar, hər kəs mantıqlara fikir versin burada. Uşaqlar, görürsünüz burada A, B, C, D variantı verilir. Hansı söz birləşməsini mürəkkəb ad kimi qəbul etmək olar? Danimarka alimi, Gültikin abidəsi, İsveç zabiti, Daş kitabı. Kim deyər? Mən onu deyim, Tunca, ayağa dur, izah elə. Mən Gültikin abidəsi, mənim çünki iki sözdən ibarətdir, mənim. İki sözdən ibarətdir. Mən mürəkkəb addır, mənim. Yaxşı, iki sözdən ibarətdir. Bəs Danimarka alimi də iki sözdən ibarətdir. O niyə mürəkkəb ad sayılır? Yaxşı, Yusif, deməli, yoldaşın dedi ki, Gültikin abidəsidir. Dedi ki, iki sözdən ibarətdir. Danimarka alimi də iki sözdən ibarətdir. Bəs niyə məhz Gültikin abidəsi mürəkkəb ad sayılır? Bəli, burada Danimarka alimi, bir çox Danimarka alimi var. Yəni, bilmək olmaz hansıdır. Sonra İsveç zabiti. İsveç zabiti bir çoxdur. Yəni, burada birinin adını çəkə bilmərik. Bir də var, daş kitabə, çoxlu daş kitabələrimiz var. Amma burada Gültikin abidəsi tək bir dənədir deyil. Gültikin abidəsi mürəkkəb ad sayılır. Sağ ol, tamamilə doğru. Deməli, uşaqlar, yoldaşınız Yusifin dediyi kimi Danimarka alimi iki sözdən ibarət olmağı söz birləşməsi olması demək deyil. Çünki istənilən Danimarka alimindən söhbət gedə bilər. Gültikin abidəsi dedikdə isə bu abidələr çoxdur. Məhz onların içərisində vahid, yeganə abidə hansından gedir söhbət? Gültikin abidəsi. Sonra İsveç zabiti, istənilən İsveç zabitinin ümumi adı, ümumiləşdirilmiş adıdır. Amma mürəkkəb adlar varlığı xüsusi olması ilə seçilən söz birləşməsi şəklində olur. Deməli, uşaqlar, mürəkkəb adın nə olduğunu bildinizsə, ümumiyyətlə ad olaraq bizə bugün mürəkkəb adın nə olduğunu öyrəndik. İndi gəlin dərsinizdə də açın həmin dərsini. Mürəkkəb adlar dərsini açın. Açdınız. Deməli, gəlin mürəkkəb adları haqqında motivasiyadan sonra baxaq görək bu mürəkkəb adları nədir? Anlaşılır olsun ki, sonra biz tapşırıqlarımızı, qrup tapşırıqlarımızı işləyək. Bax uşaqlar, dedik ki, mürəkkəb adlar söz birləşməsi və yaxud ki, motivasiyamızda var idi, ədalət fikri burada olsun. Deməli, motivasiyamızda var idi Danimarka alimi, ondan sonra İsveç zabiti. Ümumiyyətlə, onun içərisində biz dedik ki, Gültikin abidəsinin mürəkkəb adı olduğuna görə, yəni o bir sözlərdən fərqlənir. Yəni, belə fərqlənir ki, mürəkkəb Danimarka, daha doğrusu, Gültikin abidəsi vahid xüsusi ad bildirir, yəni o birisilər ümumi ad bildirir. Həm də mürəkkəb adlar söz birləşməsi şəklində olur. Bəs mürəkkəb adlara nələr daxildir? Baxın burada, şəxs, yer, ölkə, əsər, bayram, həmçinin tərkibində bəy, xatun, xanım olan sözlər mürəkkəb adlara daxildir. Yəni necə? Hər birinizin ad soyadı mürəkkəb ad, söz birləşməsi şəklindədir. Hər birimizin varlığından bildi nə demək? Adımız da söz birləşməsi formasındadır mı? Məsələn, Cəbrayılzadə Tanrı verdi, ondan sonra Qarayeva, Gücü və görürsünüz söz birləşməsi formasında. İndi
Görün necə yazılır? Qarayeva Gülçöhrə hər iki adın birinci hərfi soyadı ilə adı böyük hərfinə yazılır. Ondan sonra dərsimizin ikinci hissəsi yada saxlaya rubrikasına baxın. Burada isə baxın deyir Mirzə Hacı Şeyh bu kimi qara hərfinə yazılan sözlər, bir tur bildirən sözlər adın əvvəlində. Görürsünüz Şah İsmail, Hacıqara. Gələndə necə yazılır? Böyük hərfinə yazılır. İndi bunu daha da yaxşı dərk etməkdən ötürü dərsimizdə həmin hissəni açın oxuyun. Mən sizə qrup tapşırıqları paylayıram və 10 dəqiqə ərzində də vaxt çərçivəsində bunu işləyək. Deməli, uşaqlar, dərsimiz mürəkkəb adlar olduğuna görə qrupumuzun hər birinin adı da mürəkkəb adları qoymuşuq. Xudafəri körpüsü açın, tapşırığınızı qrup formasında işləyib. Sonra Laçın rayonu qrupu, Xəzər dəniz qrupu, Şah İsmail qrupu. Deməli, dərslikdən həmin hissəni açın, qaydanı təkrar edin. Baxın uşaqlar, həmin qaydanı təkrar edin və hər biriniz tapşırığı sərgərlik deyil. 10 dəqiqə vaxtınız var. Qrupun qrup lideri gəlsin, kimi təyinlənsin uşaqlar. Allah verəcəm. Hə. Bu qrup işimizi yapışdıran Allah verir. Yaxşı uşaqlar, qrupumuzun sualları monitorda da görürsünüz. Allah verir. Mən Şah İsmail Xətai qrupunun lideri Allah Şəbrazədə. Uşaqlar, bir dəqiqə gözlə. Qulaq asaq, görək sualları düz yazıblarmı, hər biriniz rəyinizi bildirəsiniz. Bizə çıxan sualımız ki, buradakı sözlər, mürəkkəbat, söz birləşməsi yoxsa mürəkkəb söz olduğunu bilməliyik. Cədvəlimizi qruplaşdıraq. Suallara baxın. Damcılı bulağı göstərdik. Biz damcılı bulağın söz birləşməsini aid elədik və Cəmqaya isə mürəkkəb Bir yazıblar. Birinci mürəkkəb adı nə yazmışsın? mürəkkəb ada yazdığımız Gürcüstan vətəndaşı, Ağbulaq, Aslanbəyli, Göygöl, Bazar Düzlükəsi, Bakı küçələri. Söz birləşməsinə yazdığımız Damcılı bulağı, Baykacırı, Göy çayları, Ağçömək. Mürəkkəb söz isə Cəmqaya, Daş salahlı, bir də böyük hərflə Ağçömək. Yaxşı, uşaqlar, gəlin baxaq. Deməli, mürəkkəb ada yazıblar Gürcüstan vətəndaşı. Gürcüstan vətəndaşı mürəkkəb ad hesab olunar uşaqlar. Hə, Yusuf? Mənim xeyr. Niyə? Bir çox Gürcüstan vətəndaşlar. Hə, deməli, Gürcüstan vətəndaşı nədir uşaqlar? Söz birləşməsidir. Düz deyil, Ağbulaq bitişik yazılan sözdür. Bu mürəkkəb ad sayılır uşaqlar. Bitişik yazılır, Ağbulaq. Sənin? Mən bunları sayıyorum çünkü mürekkep adam defislerinde de çiçek yazı bir daha var. Mürəkkəb sözlər elə yazılır. Mürəkkəb sözlər bitişik defisindən ayrı yazılır. O mürəkkəb sözdür. Sənin mürəkkəb sözdür, düz yazılmayıbdır. Göygöl. Göygölü yazın mürəkkəb adı. Uşaqlar, Göygöl iki dənə sözün birləşməsindən ibarət bitişik yazılır. Biz dedik mürəkkəb adlar söz birləşməsi şəklində. Deməli, bu nədir? Göygöl mürəkkəb sözdür, düzdür. Sonra Bazar düzü zirvəsi. Mürəkkəb ad sayılır. Bazar düzü zirvəsi. Kimdir ya uşaqlar? Ne görün dünyada? Yəni söz birləşməsidir müəllim. Çünki Bazar düzü zirvəsi uşaqlar söz birləşməsidir, yoxsa mürəkkəb addır? Yox, Ben mürekkep aldım çünkü pazar zirvesi bir tane. Ay sağ ol uşaqlar, söz birləşməsi şəklində olan mürəkkəb addır, düzdür. Bakı küçələri. Bakı küçələri mürəkkəb ad sayılır.
Xeyr, mən Deməli, bir dənə mürəkkəb var, bunların içərisində bazar günü zirvəsi düzdür. Keçək söz birləşməsinə. Damcılı qulağı, uşaqlar, damcılı qulağı mürəkkəbat sayılır. Yoxsa adi söz birləşməsidir? mənim adi söz birləşməsi. De görüm bu sözə. Mürəkkəbat təcə bilmirəm. Aysa o damcılı qulağı nədir? Mürəkkəbatdır, yer adıdır. Bəs sizlərdə ayaqları qaydada da baxdınız. Yer adı bildirdiyinə görə sonra Göyçay narı uşaqlar bu mürəkkəbat sayıla bilər. Narlara hər birinə fərqli olaraq ad verilir. De görüm. Mən xeyr, çünki müəllim Söz birləşməsi Söz olmasındadır. Söz birləşməsi mürəkkəbat deyil. Ağ köynək uşaqlar, ağ köynək nədir? Söz birləşməsidir ağ köynək. Sonra Göyçay narı söz birləşməsidir, ağ köynək söz birləşməsidir. Damcılı qulağı ilə Baykal Gölü mürəkkəbat. Sonra keçdik mürəkkəb sözə. Mürəkkəb söz, gəmi qaya. Mürəkkəb söz sayılır. Sonra daş salahlı. Çünki söz birləşməsi formasında deyil. Mürəkkəb söz sayılır. Amma ağ köynək nədir? Söz birləşməsi. Deməli, bunların qaydalarında nədir uşaqlar? Səhvlikləri də var. Əyləş. Yaxşı, ikinci qrupumuz gəlsin. Xəzər dənizi qrupudur. Yaxşı, özünü təqdim elə. Mən Xəzər dənizi qrupunun lideri Yusif Məmmədli. Gəlin sizə bizdən düşən sualı izah edim. Bizə düşən sual mürəkkəb ada aid idi. Mürəkkəb adalara aid nümunələr yazmaqda cədvəli tamamla. Bütün sözün ilk hərfi böyük yazılan mürəkkəb adlar. Məsələn üçün Yusif Məmmədli, Nizami Gəncəvi, Beyqudzadə, Gülay, Həsənli, Dünyamin, Səməd Vurğun və s. Birinci sözlərin ilk hərfi böyük yazılan mürəkkəb adlar, məsələn, Xəzər dənizi, Qara dəniz, Atlantik okean, Küntikin abidəsi. Deməli, uşaqlar, gəl bunların yazdıqlarına baxaq. Birinci hərfi böyük yazılanlar. Yusif yazıbdır ki, yəni hər birinin ilk hərfi böyük yazılanlar. Yusif Məmmədli, Yusif hərfinin ilk hərfi böyük yazılır. Məmmədlinin də bu hərfi ilk hərfi nədir? Böyük yazılır. Sonra ikinci söz, Nizami Gəncəvi, hər biri böyük yazılır. Beyqudzadə Gülay. Böyük yazılır. Sonra Həsənli Dünyamin, Səməd Vurğun. Deməli, bu düzdür. Keçək ikincisinə. Burada isə mürəkkəb adların ilk sözün birinci hərfi böyük yazılanlar. Xəzər dənizi. Xəzər böyükdür, dəniz kiçik. Sonra Qara dəniz. Qara böyükdür, dəniz kiçikdir. Sonra Atlantik okeanı. Atlantik böyükdür, kiçikdir. Küntikin abidəsi. Böyükdür, kiçikdir. Deməli, bunların tapşırıqları tamamilə nədir? Doğrudur, əyləş. Gəlsin, üçüncü qrupumuz. Laçın rayon qrupu. Sizdə qrup lideri seçiblər. Yaxşı, özünü təqdim elə. Mən Laçın rayon qrupunun lideri Tuncay Rızabədə. Bizə düşən sual odur ki, Qulaq asaq uşaqlar. mürəkkəb sözləri seçimdə düzgün yazın. Bu mən Səhv olan hansıdır? Deməli uşaqlar, oxu. Mən bu kitab Şeyx Məhəmməd Xiyabini haqqındadır. Deməli Şeyx Məhəmməd Xiyabani necə yazılıbdır? Mən Şeyx Bax uşaqlar, burada balaca hərflə yazılıb, hə? Şeyx, mənim burada da böyük. Böyük hərflə yazılıb. Deməli qaydamızda da öyrənmisiniz ki, şeyxdir, şahdır, xandır, bəydir, bu sözlər titul bildirib əvvəldə yazılanda necə olur? Böyük. Deməli bu cümlə düzdür. İkinci cümləni oxu. Qazax rayonunda ən qədim kəndlərdən biri də aşağı Əskipardır. Əskipardır. Hə, indi nə yazmısan? Mən düşündüm ki, hamısı düzdür. Qrupunuzda belə. Tamam. Uşaqlar, gəlin görək düz yazıblar. İkinci cümlədə Qazax rayonunda ən qədim kəndlərdən biri də aşağı Əskiparadır. Bundan deyirlər ki, burada heç bir səhv yoxdur. Düzdür, səhvdir. Dur, de görüm, tanı verdi. Çünki mənim aşağı əks parasında mənim A böyüklə yazım. Hansı sözün A hərfi?
Mən Əkizpara kəndindəyəm. Mən aşağı Əkizpara sözü, mən A bölünə yazıram. Deməli, hansı söz? Əkizparanın qarşısındakı hansı sözdür? Mən aşağı. Aşağı. Aşağı, yuxarı, cəhət bildirən cənub-şərqi sözlər necə olmalıdır? Mən Böyük hərflə. Deməli, ikinci cümləni səhv yazıblar. Üçüncünü oxu, əyləş. Bu avtomobillər Cənubi Koreyada istehsal olunur. Mən burada Cənubi kiçiyə yazmışdım. Mən burada böyük. Hə, bu cümlədə artıq düzəldiblər. Deməli, Cənubi Koreya sözündə nədir? Cənubi sözü böyükdür. Düzdür, dördüncü cümləni oxu. Osmanlı İmperiyasının 10-cu padişahı Sultan Yox, dördüncü cümlə. Keçən əsrin əvvəllərində. Keçən əsrin əvvəllərində Nargin adasında həbs düşərgəsi var idi. Nə səhv yazmışdı burada? Baxın, görüm, nə yazmışsan? Ada sözünü eləmirsən, kiçik yazmışsan. Uşaqlar, burada mürəkkəb ad, qulaq as. Nargin adasıdır, hə? Nargin adası sözündə adanı kiçik yazıbdır. Düz yazıbdır, səhv yazıbdır. Düzdür, uşaqlar, səhvdir. Nədir dünyada? Müəllim düz yox. Müəllim balada aydın müəllim də olmalı. Ay sağ ol. Deməli, yer adı bildirənin ikinci hərfi nədir? Balaca yazılmalı, düzgündür. Sonra 5-ci cümləni oxu. Osmanlı İmperiyasının 10-cu padişahı Sultan Kimdə suallar olsun? Qanuni həm də xəlifə titulu daşıyırdı. Hə, nəyi düzəltmişsən orada? Mən burada Sultan. Hə, uşaqlar, sultan sözünü burada səhv hesab ediblər və onu böyük yazıblar. Düzgündür, səhvdir. Allah verdi. Düzgündür. Düzgündür. Bayaqlar dediyi kimi şah, xan, bəy, sultan sözləri necə yazılmalıdır? Böyük. Deməli, bunlarda nə səhv oldu? Bir dənə səhv oldu. Əyləş. İnsan aşağı böyük. Yaxşı, axırıncı qrupumuz gəlsin. Axırıncı qrup, Xudafərin Köprüsü qrupu. Gəl, üç övrə. Siz də səni seçiblər, lideri. Hə. Özünü təqdim elə, keçbilər. Mən Xudafər Köprüsü qrupunun lideri Keçərə Qarayım. Bu gün bizə düşən sualları sizə təqdim edəcək. Bizə düşən sual odur ki, cümlələrdə yanlış yazılmış mürəkkəb adlarını müəyyənləşdir və düzgün yaz. Birinci sualda biz səhv tapa bilmədik. Gəlini baxaq. Deməli, belə bura keç. Birinci cümlədə deyir ki, biz səhv tapa bilmədik. Cümləmizi oxuyaq. Səməd Vurğun 1906-cı ildə Qazaq şəhərinin Yuxarı Salahlı kəndindən anadan oldu. Uşaqlar, burada səhv yoxdur. Səhv var burada. Kim deyər? Deyirəm sən. Mənim var, onu bizə sonradan bilir, yuxarı soru böyüklə yazılır. Hə, düzdür. Cəhət bildirən sözlər necədir? Böyük yazılmalıdır. Yaxşı, sonra bunlar deyirlər ki, səhv yoxdur. Deməli, yuxarı sözü necə olur? Ara, yuxarı sözü necə yazılır? Böyük hərfinə fikrin dərsli olsun. Sonra ikinci cümlədə İkinci cümlə Bakının ən böyük meydanı olan Azadlıq meydanı Neftçilər Prospektinin yerləşir. Neftçilər Prospektində, hə. Biz burada Neftçilər Prospektində P-ni balaca hərflə yazmışıq. Uşaqlar, burada düzdür. P-ni balaca yazdıqlar. Burada başqa səhv də var. O hansıdır? Kim deyər bu cümlədə? Baxın, ikinci cümləyə baxın. Bakının ən böyük meydanı olan kim deyər? Kim bilir, əlin qalsın desin. De gör Fədai. Böyük sözü. Hansı söz? Böyük yox. Böyük orada mürəkkəbat deyil ki, böyük yazılar. De gör Tanrı verdi. Mən azadlıq meydanı, çünki mən azadlıq sözü mən orada böyünə yazdım. Ay sağ ol. Yer adı bildirdiyinə görə meydanın adıdır. Azadlıq sözü necə yazılmalıdır? Mən böyük Böyük hərfinə yazılmalıdır. Əyləş, düzdür, Tanrı verdi. Sonra növbəti cümlə. Ədalət. Hə. Nadir-Şah əksər yaxın şərq tarafında ən dərini iz qoymuş şəxsiyyətlərdən biridir. Mənim biz burada yaxın şərqi sözü böyük hərflə yazmışıq. Şərq sözü özləri də böyük hərflə yazdılar. Baxın cümlələ. Yaxın şərq. Hə, sən düzgün deyilən. Deyilən yaxın sözü necə olmalıdır? Böyük hərflə olmalıdır. Hə, deməli yaxın sözü burada düz yazıblar. Yaxın sözü yaxındır, uzaqdır, şərq, şimal, cənub, bunlar hamısı böyük hərflə. Bu düzdür. Keçək dördüncü cümləyə. Dördüncü sualda Araz çayının üzərində yerləşən Xudafərin Köprüsü 11-ci əsrin yadigarıdır. Mənim biz burada Araz çay sözündə çayı hərfin kiçik hərfini yazmışıq. Düzdür. Araz yer adı, çay adı bildiyinə görə çay ikinci nə olmalıdır? Kiçik hərflə olmalıdır. Yaxşı, axırıncı. Baxınca, görkəmli Azərbaycan şairi və maarifçilərindən biri də Seyid Əzim Şirvani. Biz burada Seyid Əzim Şirvanidə Seyid hərfin böyüklə yazmışıq. Hə, deməli cümlədə səhvlik Seyid sözünü kiçik yazıblar, amma necə olmalıdır? Böyük olmalıdır. Yaxşı. Hə, görürsünüz.
Müəllim, 4-cü cümlədə Xudafərin körpüsündə körpüsü sözü mən balaca yazılmış. Ay sağ ol, bax o da diqqətimizdən qaçmışdı. Yusif düz deyir. Deməli körpü sözü necə olmalıdır? Kiçik hərflə olmalıdır. Həm də qrupumuzun adında baxın uşaqlar, Xudafərin körpüsündə körpü sözü necə yazılır? Kiçik hərflə yazılır. Deməli bir səhvi də orada eləyiblər. Əyləş. Yaxşı, uşaqlar. İndi keçən görüşlərsə yaxşı, deməli uşaqlar, qrup işlərinizi işlədiniz, hamınızın fikri məndə olsun. Tuncay, deməli qrup işlərinizi işlədiniz, hamımız bildik ki, mürəkkəb adları nə şəklində oldu uşaqlar? Söz birləşməsi şəklində oldu. Mürəkkəb adlara nələr daxil oldu? Kim deyər? Yəni, nə mürəkkəb ad hesab olunur? Qaydanı da təcrübə elədiniz. Kim bilir desin? Deyir, bilirsiniz. Hər biriniz aktiv iştirak edin uşaqlar. Şəhər, ölkə, ad, təxəyyül. Yaxşı, əyləş, sonra kim deyər? Mənim əsər. Bu, sən də çəksinlər. Hə. Mənim əsər. Əsər adları mürəkkəb addır. Sonra Allah verdi də görüm. Şah, Sultan, Xan. Şah, Sultan, Xan edilən sözlər harda gələndə mürəkkəb ad sayılır? Öndə. Öndə gələndə. Sonra aylin desin görüm nələr daxildir. Küçə, çay, dağ. Düzdür. Sonra qumuru səndə görüm. Seyid, xatun. Seyid, xatun, hə, bəy. Sonra de görüm fədai. Ad, soyadlar. İnsan adı soyadlar nədir? Mürəkkəb adlara daxil. Yaxşı. Uşaqlar, bax biz öyrəndik ki, mürəkkəb adlardan, hamının fikri məndə olsun, ikiniz bura baxırsınız fədai. Mürəkkəb adların birinci hərfi böyük yazılanlar da oldu. Yəni birinci böyük, o birisilər kiçik. Bir də bütün hərfləri böyük yazılanlar da oldu. Məsələn, insan adı soyadı, Tanrıverdinin soyadının adını yazar. Cəbrayıl, Zadə, Tanrıverdi. İnsan adı, soyadı necə yazıldı? Böyük hərflə yazıldı. Deməli, burada birinci hərflərin hamısı nədir? Böyük hərflə yazılır. Sonra yer adları, yazar Xəzər dənizi, göl, çay, dəniz, Xəzər dənizi. Sonra Azadlıq meydanı. Bax, bayaqları qrup şimdi onu səhv etmişdilər. Meydanı. Gördünüz, bunların da hamısında birinci hərflər böyük, ikincilər necə yazılır? Kiçik yazılır. Yaxşı, gəlin indi ümumiləşdirmə mərhələsini aparaq uşaqlar. Mən yaz taxtasına klaster yazıram, yəni mürəkkəb ad. Və siz də hər biriniz mürəkkəb ada aid bir nümunə yazın, gətirin klasterinizin ətrafına yapışdırın və adınızı soyadınızla yazın. Görün kim düz yazıbdır. Deməli uşaqlar, yazırıq mürəkkəb adlar. Baxaq, hər biriniz mürəkkəb adın növlərinə aid bir nümunə yazın, gətirin ətrafına yapışdıraq, görün kimdən öyrəndi. Mabet, hər biriniz bir dənə nümunə yazırsınız və yazdığınızın qırağına da adınızı soyadınızı yazın, görün kimlər düz yazır, kim səhv yazırsınız. Çalışın uşaqlar, indi keçdiklərimiz yox, fərqli mürəkkəb adlar olsun. Yazıcılarımızdan yox, çalışmadan olmayanlar olsun. 2 dəqiqə vaxtımız var, tutarıq uşaqlar. Yazın, gəlsin. Bir dəqiqə vaxtınız var, uşaqlar, tutarıq. Siz də yapışdırın da vaxtımız bitsin. Yapışdırın, əyləşdir. Əyləşin də qulaq asaq, baxaq görə kim necə mənisi, ümumiləşdirmə mənəsidir. Deməli uşaqlar, ağa yazıb əsər adı. Ay ağa, əsər sözünü yazmışsan, nə oranı? Əsərə aid nümunən yoxdur axı. Hansı bir əsərin adını desən düzgün olardı, yazmamısan onu. Sonra Tuncay yazıbdı uşaqlar, Gülkin abidəsi. Gülkin abidəsi yer bildirən nədir? Abidədir, düzdür. Sonra Ədalət yazıb adı, amma adaya nümunə yazmayıbdır. Əsas nümunəni yazmaq lazımdır, Ədalət. Sonra Yusifzadə Xudayar
Abbasqulağa Bakıxanov, Allahverdi yazıbdı, insan adı, soyadıdır, hamısı böyük hərflərdir, düzdür. Fədai yazıb uşaqlar, Nizami Gəncəvi, insan adı, soyadıdır, deməli nədir, mürəkkəb adı, düzdür. Gülay yazıb, mürəkkəb, balıqçı. Uşaqlar, Gülayın yazdığı balıqçı sözü düzgündür, mürəkkəb adı sayılır. Balıqçı qurursa nə cür sözdür? Düzəltmə sözü mürəkkəb adı deyil, uşaqlar. Ondan sonra Qumru yazıbdı, Şah İsmail Xətai, düzdür. Gülçövrə yazıb, Hacı Qara, əsər adı yazıbdı, hamısı böyük hərfinə yazılır, düzdür. Sonra Tanrıverdi yazıbdı, Qazaxıstan. Qazaxıstan sözü tək yox, tək Qazaxıstan sözü xüsusi isimdir. Amma yazsaydın Qazaxıstan Respublikası, Qazaxıstan Respublikası yazsaydın, onda olurdu mürəkkəb adı. Axı, çünki mürəkkəb adı söz birləşməsi şəklində ən az 2 sözdən ibarət olmalıdır. Sonra bunu kim yazıb? Abbaslı Ramal. Ramal yazıb Bazar düzü. Gördünüz uşaqlar, Dağ, Zirvə adları da nədir? Mürəkkəb adlar sayılır. Aydın oldu. İndi gəlin yaradıcı tətbiq etmə mərhələsinə keçək uşaqlar. Hər biriniz açın iş dəftərini, monitora verin. Bir sütunu. Seçdin sən sütunu. Deməli, Tanrıverdidə, Səlimdə, ondan sonra bu qrupda uşaqlar düz yazırlar. Çoxunuz götürüb A variantını, burada birinci sütunu seçmişsiniz. Birinci sütunda daş kəsən uşaqlar nədir? Xüsusi isimdir. Söz birləşməsi formasında deyil ki, ona görə bu variantı seçmərik. Keçirik ikinci sütuna. Bura baxın, Gülay, Qara dəniz, görürsünüz? Dəniz adıdır. Söz birləşməsi formasında Şirvan düzü, yer adıdır. Azıq mağarası, yer adıdır, mağara adıdır. Bunların hər birindən vahidliyi bir dənədirmi? Həm də söz birləşməsi formasındadır. Ona görə sayılı mürəkkəb var. Amma burada Muradbəyli xüsusi isimdir, söz birləşməsi formasındadır. Ona görə o üstünü seçmirik. Sonra burada Şahın adamları istənilən bir kəs ola bilər. Ümumi hər kəsdən gedir söhbət. Biz onu mürəkkəb adı seçə bilərik. Ona görə bu sütunu seçənlər düzgündür. İndi gəlin uşaqlar, bir də keçdik hərfinizi refleks aparaq görək yadınızda nə qaldı? Yaxşı, kim deyər? Mürəkkəb ad nədir? Mürəkkəb adlar nədir? Kim nə bilir uşaqlar? Hər biriniz ayağa durun, cavab verin. Ədalətli görün. Söz birləşməsi şəklində olan sözlərə mənim mürəkkəb adlar deyilir. Yaxşı, sonra bu sənin fikrin Allah verir. Mən mürəkkəb söz birləşməsi formasında olan birinci söz ya da sözün ikisi də böyük hərfli olan sözlər mürəkkəb adlardır. Deməli, mürəkkəb adların yazılışı necə oldu? Böyle. Ya birincisi böyük yazılır, ya Belə mənim Xan, Sultan, Yaxşı, qoyun oldu. Sən nə deyirsən sən? Söz birləşməsi şəklində olan adlara, mən böyle şəkildə yazılanlara mürəkkəb adlar deyilir. Mürəkkəb adlar deyir. Yaxşı uşaqlar, hansı mürəkkəb adların birinci hərfi? Bizim əsas dərsimizin məqsədimiz mürəkkəb adların yazılış qaydasıdır. Kim deyər? Hansı mürəkkəb adların birinci hərfi böyük yazılır? Yəni hər birinin birinci hərfi. Kim deyər? Bütün hərfləri böyük yazılır da. bütün hərflər. Yəni hər birinin bütün hərfləri böyük yazılır. Deyirəm bir cövrə. Ad, soyad. Düzdür. Ad, soyadlar. Mən şəhər adım, mənim Sən nə deyirsən? Rayon adlarının bütün hamısı böyük yazılır. Uşaqlar, birini də mən əlavə edeyim, yəni sizin sinifinizdə, yəni yaş səviyyənizə, dərsliyinizə, 6-cı sinif uyğun deyil, yuxarı siniflərdə keçərsiniz. Vəzifə adlarıdır, məsələn, Azərbaycan Respublikasının prezidenti, bunun hamısı böyük hərflə yazılır. İnsan adı soyadından yanaşı, onlar da böyük yazılır. Sonra idarə müəssisələrdir, məsələn, Bakı Dövlət Universiteti, bax, bunun hamısı böyük hərflə yazılır. Yaxşı uşaqlar, birinci hərfi böyük olub, ikinci hərfi kiçik yazılanlar hansıdır? Yalnız birinci sözün birinci hərfi böyük olsun. Və görüm ki, niyə yapalım? Məsələn, mənim Azıq mağarası. Azıq mağarası, deməli mağaratların birinci hərfi. Sonra Xəzər dənizi, Xəzər böyük hərflə yazılır, dəniz. deməli, çay, dəniz, göl adları, əyləş, sonra ailində görüm, mənim qaldırmışdı. Qara dəniz, burada qara böyük yazılıb, dəniz kiçik. Sonra fədaidə görüm, Novruz bayramı. necə? Novruz bayramı. Novruz bayramı uşaqlar mürəkkəb ad sayılır. Novruz bayramı mürəkkəb ad deyil axı, əyləş. Sonra kim deyər? Ne görüm ədalət? Qafqazlar. Qafqaz dağları, çünki düzdür, dağ adları birinci hərfi böyük, o bizlər kiçik yazılır. Yaxşı, əyləş. İndi uşaqlar, evə tapşırığımız nədir? Kiminiz məndə olsun, evə tapşırığımız. Baxaq burada.
şəxs və yer adları bildirən mürəkkəb adlara, yəni burada yer adının içində nə gedir? Çaydır, dənizdir, göldür, ondan sonra meydan adlarıdır. Şəxs və yer adlarına, şəxs adlarına 5 dənə, yer adlarına da 5 dənə, 10 dənə nümunə yazarsınız. Bildiniz? Və özünüzə qeyd edin, götürün. Yəni, ev tapşırıq, şəxs və yer adlarına aid 5 dənə nümunə yazarsınız. Yaxşı, uşaqlar, indi gəlin keçək bizim qrup qiymətləndirməmizə. Bundan da əlavə, uşaqlar, mən dərsdə daha fəal iştirak edən uşaqlara tərtibnamə hazırlamışam. Yəni, daha fəal olan uşaqlara bunları mən bayaqdan qeyd elədim, həmin uşaqlara tərtibnamə də verəcəm. Deməli, uşaqlar, qrup işlərimizi gəlin qiymətləndirək. Görək, əməkdaşlıqdır, təqdimatdır, mürəkkəb adlar, yəni dil qaydasına aid qaydaları kim düzgün yetirdi. Bunları hamısını qiymətlərimizi hesablayaq və yekununa görək hansı qrup daha fəal oldu və hansı qrup qalib seçildi. Deməli, birinci qrupumuz Şah İsmail Xətay qrupudur. Bu qrupda uşaqlar hər bir kəs əməkdaşlıq edirdilər. Təqdimatı da Allah verdi, necə təqdim elədi? Yaxşı. Deməli, əməkdaşlığı 5 ballıq sisteminə burada 5 verirəm. Təqdimata da 5 ballıqla 5 verirəm. İndi mürəkkəb adların düzgün yazılışı. Mürəkkəb adları uşaqlar həmin qrup içində həddindən artıq bunlarda çoxlu səhv var idi. Yəni, o səhvləri olduğuna görə burada dil qaydasının qiyməti 3 ilə hesablanır. Deməli, 5, 5, 10, 13. Yekun bal neçədir? 13. Keçdi indi Xəzər dənizi qrupuna. Xəzər dənizi qrupu Yusifgilin qrupu oldu. Yusifgilin qrupuna gələndə uşaqlar, əməkdaşlıqları da, ondan sonra təqdimatları da necə idi? Deməli, hər ikisini 5 ballıqla qiymətləndirək. Onların dil qaydasına gələndə uşaqlar, onların dil qaydasında bir dənə səhv var idi. Var idi onlarda səhv. Heç bir səhv yox idi. Onlara düşmüşdü birinci hərfi böyük olanları böyük yazmaq, bir də hər ikisi böyük olanlar. Heç birində səhv eləməmişdilər. Ona görə heç bir səhv olmadığına görə 5 bal. Neçə eləyir? 15, yekun bal. Sonra keçdik Laçın rayonu qrupu. Laçın rayonu qrupunda bunlar da əməkdaşlıq idi, təqdimatı Tuncay necə elədi? Yaxşı. Deməli, hər ikisini neyniyək? 5 balla qiymətləndirək. Bunların səhvləri sizin Şah İsmail Xətay qrupundan nisbətən səhvləri az idi dil qaydasında. Ona görə onların qiymətləndirməsi 4. Yekun bal neçə olur? 14. Sonra keçdik Xudafərin körpüsü qrupuna. Xudafərin körpüsü uşaqlar əməkdaşlıqları, təqdimatı bir necə elədi? Yaxşı. Deməli, hər ikisini 5 balla qiymətləndirək. Dil qaydasına gələndə uşaqlar, onların da Şah İsmail Xətay qrupu kimi dil qaydalarında səhvləri çox idi. Ona görə həmin qiymətləndirmə necə olsun dil qaydası? 3. Necə eləyir? 13. Deməli, bugün hansı qrup daha fəal oldu? Xəzər dənizi. Xəzər dənizi qrupunu alqışlayaq. Şah İsmail Xətay qrupunda daha fəal iştirak edir. Uşaqların hamısı fəaldır, amma ən fəal suallara cavab verən Cəbrayzadə Tanrı verir. Bölgə Tanrı. Təbrik edirik. Sonra Laçın rayonu qrupundan Tuncay buyursun gəlsin. Uşaqlar, növbəti dərslərimizdə də o bir fəal iştirak edənlərə verəcəyik. Deməli, Tuncay təbrik edirəm. Sonra növbəti qrupda Səlim, Xudafərin körpüsü qrupunda təbrik edirəm Səlim. Sonra həmin qrupda Gülçöhrə də daha fəal iştirak edirdi. Xudafərin körpüsü qrupunda təbrik edirəm Gülçöhrə. Sonra Xəzər dənizi qrupunda Şünyamin. Təbrik edirəm. Sonra Xəzər dənizi qrupunda Yusif. Təbrik edirəm Yusif. Yaxşı, uşaqlar, deməli, növbəti açıq dərslərimizdə də daha fəal iştirak edən uşaqlar da, yəni tərcümələrlə tərtib olunacaq. İndi gündəlimizdə də formatı qiymətlərimizi yazıb. Bununla da dərsimiz yekunlaşdı və hər birinizə təşəkkürlər.